Ona niye bir şey encam görmürler? Geçsinler onun yanına. Niye gelmişsiniz? Ay Velizar'dan gelirler. Yerin gidip Velizar'ın yanına. Yerin gidip Velizar'ın yanına. Sen tələsmə. Belə qalmaz işinə. Məftuna da sataşan xeyir tapmayacaq həyatı boyu. Burada sizə deyirəm, yadınızda qəşək saxlayın. Ha. Mənim qarğışım var, Sən tələsmə. Ha, deyir ki, baboşdan küsən kimi baboşdan küsən kimi ma oyla. Mən baboşdan küsmüşəm, bir deyir baboş gözləyəm. Tələsmə, tələsmə. Elimi çırpıram bura, şuraya yazıyorum. Məftuna tapşan xeyir, sataşan xeyir tapsa, geldi çok nağıq yerə gəlmişsiniz. Yerin oturun, gözlü səbat canlaşanda pozğun sözlər danışır, siz də qulaq açın. Xoşunuz gəlir. Tələsmin, ona da bir əncam qılacaqlar. Tələsmin, özünə WhatsApp'da da yazmışam. Sən deyir, cəmaatın çoxluğunu görüb, karıqma. Valla, karıqıb cəmaatın ağzına gələn demə. Bir belə cəmaata hürmətsizlik edirsən. Oturursan, cəmaatın ona ağzına gələn deyirsən, buna ağzına gələn deyirsən. Lal demirsən, kar demirsən, küstürlü demirsən, ağzına gələn deyirsən. Eybi yoxdur. Tələsmə, tələsmə. Oturub pozğunluğu təbliğ edir, pis-pis hərəkətlər edir, pis-pis sözlər danışır. Oturun, gedin ona. Mənə paxıllığım tutmur, gəlir şey eləyirlər. Gəlir şeydir, nədir? Məftin bir baboşdan aralaşan kimi gəlir mənə oynatır. Eybi yoxdur. Bax, sözü burada dedim, yadınızda qəşək saxlayın. Məftina xeyir tapan, sataşan xeyir tapsa, gələr onda. Bildin? Tələsmə. Mən özüm siyetkim adamam, indi siz görərsiniz. Mən bunu yayını qalxanda mən sevinirəm, hər gün oturum buna baxıram. Mən buna oynatan kimi qatif deyilən ki şeydir, baboşdan aralaşan kimi şey eləyir, oynatır. Bir də ki, birincisi mən o keçən və baboşdan dalaşanda mən onu oynatmamışdım, özü məni oynatmışdı. 2 dəfə oynamışıq, ikisində də o oynatıbdı. Mən onu oynatmamışam, bildiniz? Bu dəfə oynatdım da zarafat edir. Elə zarafat olur o boyda adamın içində adamla. Gülmək üçün deyir. Mən də gülmək üçün deyirəm. Pozğunluğu təbliğ eləyir, pis-pis sözlər danışır. Niyə buna əncam görmürlər? Niyə? Ağzına gələn deyir, çox daşşaqqur eləyirəm. O nə sözdür də, ayıb deyil elə sözlər. Siz tələsməyin, ay cəmaat. Çox ürək yazanlar var, sizin kimləri çox görmüşəm. Siz tələsməyin. Ona da vaxtına az qalıbdır. Mən buna yazıram ki, ay verirsə, pis-pis sözlər danışma. Vallahi başım problem çəkəcək. Birinci dəfədən də demişəm. Birinci dəfə dedim, 3 gün çəkdi. Ki pis-pis sözlər danışma, elə sözlər danışma. Ayıbdır, böyük baxır, kiçik baxır, qız baxır, oğlan baxır. Ayıbdır dedim. Yeri sözlər danışma. Ma gedib şeyi, o boyda cəmaatın içində dediyi sözə bax, ayıb olsun, sağ ol. Tələsməndə çox da getməyəsən, elə də çox 105 min, nə paxıllıqca demirəm, amma Allah şahiddir ki, Allah'ın da olsun. 105 nəfər görüb, bölümdəki başlarındakiləri əzikləmə. Elə bilmə, elə çox da cəmaatın çoxluğuna güvənmə. Elə bilmə, hamısı sən istəyənlərdir. Narahat olma, görəsən hər şeyini. Sən mənim, heç kimin yox, mənim o ahım var, mənim o ki qəlbimə dəydin, sən getdin. Sən xeyir tapmayəsən, yadında saxla. Xeyir tapsan gələrsən. Takipdən də çıxartdım, elə bloka da atacam. Mahir adam lazım deyil. Düz deyildi, mənim onunla dostluğum yox, bir şeyim yox. Sadəcə indi bir yayıncı kimi hamı bir-birini tanıyır. Mən otur, şey görən kimi, baboşdan ağar var, baboşu görən kimi, küsən kimi məndən onu şey deyir. Sən tələsmə, sən demir, nasıl qalır.
Yaz gələr, artar gəlir, əriyib suya dönərsən, axır çaya gedərsən. Sən bana sataşdın. Zarafat. Yenə zarafat olur o qədər cəmaatın içində. Sən elə bilirsən ki, Sən elə bilirsən o qədər cəmaat var. Və sən Tələsmə. Ay Velizar ürək yazanlar indi görəsiniz. Nə bilim? Ay bala istəyir belə 205 min. Allaha and olsun mən paxılım. Mən ona paxılımdırsa Allah məni zəvr eləsin. Prosto buna oynatıramaz deyir ki şeydir. Bu da deyir şeydir. Baboşdan küsən kim ma deyir oynatır. Mən baboşdan küsmüşəm ki deyir baboş güldəyəm. Mən sənə nə deyir ki deyir ki şeydir. Bir də deyir oynatsa deyir ma. Bir nəfər də elə bir adam ma zəngilə deyir ki deyir gördün Məftun sahə dedi. Hə gördün deyir sahə dedi. Tələsmə sən. Zarafat edir. Belə zarafat olur o boyda cəmaatın içində. Kar, pis belə hərəkətlər edir. Elə son yayında elənələsə hərəkətlərdir. Ha cəmaat, siz elə nətər buna bir baxan yoxdur, buna bir şey eləyən yoxdur. Yayında pis hərəkətlər edir. Görmürsünüz ki güya onu. Tələsməyin ya cəmaat, tələsməyin. Məftunun ahı yerdə qalmaz. Mən ümumiyyətlə heç kimə qarşı içində bir pislik şey bəsləyən deyiləm. Amma mənə ki sataş deyil, yox getdin sən. O boyda istəyirsən cəmaatın içində kimsə əzəsən, sən bilmirsən ki yetimin də Allahı var. Baboş! Gəbər çay çəkə qardaş, bırak. Gəl buraya ama qala sən olasın. Səni daşın düşdü mən istəməyənlərin başına. Dur gəbəri. Dur gəl buraya bırak qardaş ol, əxi. Sağa qəşə fışdırıq rəngində çay dəmləmişəm. Mənə qala sən olasın, gəl bırak. Selena kimdir? Selena ölsün. Dur gəl buraya. Uşaqlar mənə takip edin can ciyərlərim. Gəl buraya, burada bir konsept göstərəcəm, sən də var. Sən tələsmə uşaqlar. Allah haqqı mən var. Mənə sataşan həyatda xeyir tapayım. Mən hələ görməmişəm. Yerə bir adam olan mənə sataşan həyatda xeyir tapar. Seyid kimi adamam, Seyid. Bir adam kimi bir eləsin var. Nətər çarpılırsa orada yerlə də bir olur. Bu mən qurtda olun, bu mən paxıl olun. Nə deyirsiniz yazısı heç vecmə də deyil. Allaha heç vecmə də deyil. Vallahi heç vecmə də deyil. Prosto ki, onun hərəkəti mənim xətrimə dəydi. Gedin Velizar bacınızın yanına da nəsillənirsiniz burada. Düz deyil, baba, Velizardan gəlmişsiniz, yerin ora. Yerisiz, xoşunuza gəlir, pozğun sözlər danışdım, pis sözlər danışdım, pis örnək olsun. Siz gedin, elə adamları xoşlayırsınız, gedin onun yanına. Narahat olmayın, vaxtın az qalıbdır. Pozğunluğu təbliğ eləyən, belə şeylər eləyən, o gör heç yayına uyğun, buna niyə bir tədbir görmür, o səsini alıyor. Velizar ürək yazanları görəcəm. Nə olubdu yenə qızışmışsan? Görmüşsən, mən şey eləmişəm. O gün mən onunla 2 dəfə oyun oynamışam, ikisində də özüm oynadım Allah'ım. İndi bu dəfə onu oynatmışam, cəmaat yazdı, oynat, Velizar oynat. Mən də cəmaatı qırmamaq üçün oynattım. Oradan deyilən ki, sən hadiyə baxırdın, sən baxmamışsın, sən onun cansı baxmamışsan, bilin onun cansına.
Yox, mən də həkimlə danışdım. Həkimlə danışdınız. Dedi ki, şeydir, buna baxıb bu da babaşdan küsən kimi bana oyun atır. Bir də atıb blok atacağım. Allah aşkına sen kimi pozgun yarında hərəkətlər eləmirəm. Pis içi örnek olmuram. Geçər istəyirsən Allah hər şeydən. Ya her şeyden danışıram ki. Buna bir tədbir görsünlər. Bu hara baxırlar. Buna bu bir ay bəs eləmədi. İndi yenə başlayıb təzə sətirdən altından pis hərəkətlər eləyir. Gülbaş ağzını yersene ama. Ağzını yerler. Hasan özümüzde nasıl yetkim adamı. Alayı görüyorsun baş parmağını sokuyorsun. Sabah gelen ne mesar eləyirdi. Ne ters sarışaklar. Mənim ondan olan, yazırsınız yürekli, mənim ondan olan haqq hesabımı bitirmişəm. Yəni onun haqqında kesilmişəm. Nə vaxt ki bana söz atmayacaq, biz danışdıq, dalaşdıq, barışdıq. Görsən yani üstündən gəlmək. Yəni üstünə gəldiğinde sən mənim canımsın, onunla mənim yoldaşlığım yoxdur. Yəni mən onun haqqında, yəni mən o birinci mənə o söz atdı, tafisi qutardı, bağlandı, getdi. Birbirimize ismarışları gönderdik. O bana gönder, ama birinci o başlatmıştı. O bana gönderdi, ben de onu kurtardı. Ben dedi ki sen tarafındayım. Ben dostum sen, tanışım sen, yanımda olan Sağ kalan ben olacağım, arda kalan. Yani bence de bağlı. Gələsiniyə az qalıbdı, bakmış az qalıb. Her şeyin bir vaxtı var. Tədbir görüləcək. Yo ben Sen narahat. ben karışmıram. Usta nedir uşaqlar? Söz atırdı. Sıkıyı kaynıyor atma. Mağata söz atmır o. Değil görünmem şeyi. Niyə Gülsal atırdı? Bugün de yok. Ya dünəyə sıralı Gülsal söz atırdı. Yok atmaz. Niyə atmır? Kaydıyla bakın. Mən heç kimi kayd eləmirəm. Mən telefonda yeri yoxdur kimsə. O atanlar diyene kayd eləsin. İtin qorxdu mən kayd eləməyə telefonda yeri yoxdur. Atmayayım. Yok kayd eləsin istiyorum. Ben göreceğim de onun adı çekmiyorum. Bugün atıldı. Yalanla danışmayın. Yaz. Neydi abi? He, zalında şey var ki külək pencere açıqdı orada. Yani külək qapını örtüb skazını verib. Zalın qapısı örtüb, açıq koymuşdu. Zalın. Ev kilitli. He. İşte pencere açıqdı zalda. Zal sıkmaz, kız yasını yıkmaz, niyat eləyib, qapı örtüldü. Aşağı niye yalandan ara kızıştırırsınız ki? Atmayıp da niye hoş diyorsunuz ki kalma kalları tavana? Deyirəm atmayıp da. Atsa mənim izləyicilərim də onun canlısına gedir. Kayd edib atarlar ma. Görsən mən sənə deyirdim ya baboş. Çox cəmaatın çoxluğuna güvənmə. Görsən yayın açan kimi hamısı qaçırırlar. Sabah bir ayrısı çıxacaq, onu qoyub qaçacaqlar ona. Yalan ara kızıştırmayın. Dava olsunlar, otursunlar, baxsınlar. Allah yazılar ki sağ söz atıb ya. Ola bilməz. Ya, mən ona ağarmışdım, bana ilk üstə söz atır, görsən. Mən ona ağarmışam. Həmişə düzgün məsləhətlər verirəm WhatsApp'dakı. Danışığına fikir ver, illə sənin üçün problem. Nə atmıyor, yalanlasın. Mən kayd eləsəz inanması deyiləm. Kayd atsa sonra. Elə pis xətrimə dəydi ki, Allah'ın da olsun. Mən hər şeyi elə xətrimə dəymirik. Ki deyim, dəyib babuşdan küsən. İşte sen değişkime inanıp dertleşme. Görsən ki bayaqda dostumuz. Dərdimi ona deməmişim. Sadəcə deyirdim ki, yayıncılıqda öz millət istəmirəm. Atmada nə oynatdı sanki? Niyə istəyir ki, başqalarla mı oyna? Cəmaat əl çəkmədilər. Cəmaat dedi ki, Verazarını oynat.
Artıq mənim üzümdə problem vardı, indi düzəlir. Biraz gün ortadan pudra vurmuşam üzümə. Tanani vurmuşam, söz demişəm izləyicilərimə. Tanani tadı mənim üzümü artırır şeyi. Bulanıqlı. Aslında ya Məftun pis insan deyil. Tanısız Məftunu çox istəyirsiniz. Yəqin qəlbinə deyim, deyir, hirslidir. Onun sözüm ağır pis gətirməkdə alır. Mən Quran haqqı, babuş, mən ona baxanda onun canlısında nə qədər adam olur? 500 nəfər olurdum, ya sən anayın görünant verirəm. Deyir, niyə yəni ona baxırsan? Mən sağ görə tanıdım onu. 500 deyirdim, babuşum, buna bax, hələ... Gəl mənə görsün, mən onun canlı, mən ona baxmırdım ha. Mən ona o vaxtdan baxırdım, ya. Öz də Quran haqqı mənə takip edir. Yalanın danışmayın da sataşdı. Onun artıq məndən bir şey yoxdur, mənim də ondan. Dalaşdıq, biz. Bir-birimizə sözlər götürür, çıxdı o mənə tərəflərdi, ta sonra konuyu kapatdıq. Ya mən onu çəkməm, o da mənim adını çəkməm. Dostlar, mənə takibatında zəhmət olmasa. Bu izləyicilərində ürək qoyub yazın, ara qatanlarda başa düşürsən, buradan ora, oradan bura. Niyə belə bax, əyri durmuş? Onlara da şeylər babuş, niyə sən əl vurma? Boşbekar adamlardır, buradan orada gəzir, oradan buradan gəzənlərdir. İşaq onlara baş qoşma, baxsan hamısı feyqlərdir yazanlar. Hayır babuş, mənim cəmaatla işim yoxdur, mən cəmaatla qızışan deyiləm. Sadəcə onun elə deməyinə mən pis oldum. Sən öz izləyicilərlə yapış. Ay, İmam Haqqı olan hamısı qafanlar da çoxsu. Billəmi, mən izləyicilərə görə də, izləyicinin danışığına, onun yayınçılar aiddir də. Məsələn, mən ikimiz də yayıncıyıq. Mən durum sənin efirdə sağ söz atım, elə söz deyim. Nətər olarsa. O da düz eləməyib. Haqq vermirəm. Düz eləməyib. Qəbul eləmirsən, oynamırsan, canlıda da elə söz. Canlıda elə demək. Kimlə bir mən sağ oynatıram. Özdə 2 dəfə attım. Quran haqqı cəmaata görə teşim atmayacaqdım. O həmsə cəmaatla məzələnirdi, onu mənlə tanışdı deyə mənlə elə məzələnmir. Amma o tanımadığı adamların şeyli məzələnir ki, yayını maraqlı olsun. Mən onu görsən şey eləmirəm, heç vaxt yargılanmıram ki, bu belədir, bu elədir. Niyə ölürsüz? Bəzi hamıya aiddir, niyə ölürsüz davadan ötürü, ay izləyicilər? Səbəb nədir ki, bu ondan ona, bundan buna, ki qalmaqal olsun, siz də oturub baxasınız. Niyə ləzzət alırsınız davalardan? Çox maraqlıdır. Xəbərçiliyiniz, İmam Haqqı yazanlar var, o xəbərçilik araqası, umurumda belə deyilsiz də yəni. Sizə görə dolanmıram amma mən öz sevən izləyicilərimə dolanmıram. Mənim ekranımı tıklayanlar, mənə yaxşı yol göstərənlər, inan ki o mutlaq deyil, nə deyirlər o mutişliklər var, umurumda deyilsiz də yəni. Siz olmasa sabahıma açılmır, siz yoxsunuz deyə güya mənim canıma gəlmişsiniz, siz yoxsunuz deyə mən acınlanma ölürəm, hər günümə şükür eləyən adamam mən. Siz güya kimsiniz ki, həyatda olmayan insanlarsınız, başa düşürsünüz, fake açıb, buradan oraya, adını adlayasınız bura. Baba, TikToker'e bir yazdırma. Görün WhatsApp'da yazırlar ki, bak belə deyir. Siz güya kimsiniz ki, buradan oraya ara qatımını qızışdırırsınız, oradan oraya onu qızışdırırsınız, güya kimsiniz? Sataşan şeyi tapdır. Sağ ol Ceyvə xanım. Nəftinə sataşan xeyir tapmaz, yadınızda saxlayın. Onu da bilin ki, yetimin de Allah'ı var. Başa düşdün? Kəzə çıxmısan bir yolda. O, Allah var ya, Allah eləsin 500 min adam olsun yarın da. Mənim heç kimə taxılım tutmur. Prosta heç kimi əzmə, heç kimə elə sözlər demə. Bilirəm, yayın gör, çox adam görüb quturursan, Allah cızığından səni salar cızığından. Cızığından çıxmışsa sənin cızığına savaşan rahat olmaz. Heç kəs bu dünyada öz başına deyil. Yadından çıxdı da bir ay. Başladı yenə pis hərəkətlər eləməyə. Elə bizim o sənə pis heç nə deməyib. Ceva deyirəm də, Ceva çox sağ ürəyim. Öpürəm sənin başını dönərəm.
O saat deyir heç nə deməyib. Madiyə ham dedi, zəng elədilər, deyirlər ki, bir də deyir maaşı yatsa, deyir blok atacağım onu. 2 dəqiqə nə qarri, indi atacaqlar da, narahat olma.